Münacatda belə deyir: İlahi, mən sənə tərəf üz tutmuşam. Sənə tərəf qaçıb gəlmişəm ilahi. Mənim səsimi eşit, mənim duamı, münacatımı eşit. Allah sənə üz tutdum. Sənə tərəf gəldim, sənə tərəf qaçdım. Nədən qaçdım ilahi? İlahi, mən çirkabın içindən çıxdım, sənə tərəf qaçdım. İlahi, daha yorulmuşam. Günahlardan yorulmuşam, fəsaddan yorulmuşam, itaətsizlikdən yoruldum da Allah. İndi istəyirəm sənə bəndə olum, sənə tərəf gəlmişəm ilahi, qabağında durub zəlilanə səndən deyir istəyirəm, yalvarıram sənə ilahi, zəlilanə sənə yalvarıram qabağında. Və təxbiru hacəti, sən mənim hacətlərimi, istəklərimi bilirsən. Allah, sən xəbərdarsan, bunları bilirsən. İlahi, in hərrəmtəni fəmən zəlləzi yarzuquni. İlahi, sən əgər məni məhrum eləsən, kim mənə ruzi verə bilər? Əgər sən bunun qarşısını alsan, kim verə bilər, kim bacarar? Sonra buyurur: və in xəzəltəni fəmən zəlləzi yansuruni. Sən məni əgər zəlil eləmək istəsən, kim mənə kömək eləyə bilər? Kim onun qarşısını ala bilər? Kim bacarar